Gömük penis uşaqlarda olur, bəs yetişkinlərdə də olurmu? Bəli, olur. Artıq hərəkətin azalması ilə və qidanımızın da çoxalması ilə istər-istəməz pubik bölgə dediyimiz, yəni penisin üst qismə müəyyən qədər yağ yığılır və bu yağ yığıldığında da bizə bəyləri iki problem gözləyir. Biri estetik problem, bir də funksional problemlər. Estetik olaraq artıq biraz yağ yığıldığı üçün daha qadınsı görüntü yaranır və eyni zamanda da penisin boyunda müəyyən qədər qısalma olur. Yəni bəy bu qısalmadan dolayı cinsi münasibətdə penisin tamını istifadə eləyə bilmir. İkincisi isə funksional problemlər. Yəni funksionallıq olaraq, bəli, münasibətə girdiyimiz zaman tam penis içəriyə girmədiyi üçün orada müəyyən qədər həzzin düşməsinə gətirib çıxarda bilir. Yaxşı, bunun müalicəsi necədir? Biz artıq bir 40 dəqiqəlik, yarım saatlıq əməliyyat ilə liposuction, yəni oradakı yağları götürərək penisə ciddi miqdarda uzamaya səbəb ola bilirik. Yaxşı, doktor, nə qədər uzaya bilir? Yəni biz artıq penisin kökünə biz iki əlimizlə bastırdığımızda penis nə qədər uzayırsa, biz də penisdə o qədər uzamaya nail ola bilirik.